Sualımıza davam edək. 52-ci sual. ABCD düzbucaqlısında AC 2x kvadrat çıxı x plus 3 və BD x kvadrat çıxı 5x plus 24 olarsa, AC diaqonalının uzunluğunun ən kiçik qiymətini tapın. Biz bilirik ki, düzbucaqlıda diaqonallar bir-birinə bərabərdir. Yəni ki, AC diaqonalı BD diaqonal bərabərdir. Buradan aydın olur ki, qiymətləri də bir-birinə bərabər olur. Yəni 2x-in kvadratı çıxılsın x üstə gələk 3 bərabərdir x-in kvadratı çıxılsın 5x üstə gələk 24. Bərabərlik işarəsini saxlayaq. 2x-in kvadratı çıx x üstə gələk 3 çıx x-in kvadratı çıx x-in kvadratı üstə gələk 5x çıx 24 bərabərdir 0. X-in kvadratı üstə gələk 4x çıxılsın 21 bərabərdir 0. Deməli ki, biz alırıq qiymətlərimizi ki, cəmi, köklər cəmi -4, hasili isə -21-ə bərabərdirsə, bu ədədlər -7 və 3-dür. Bu x-in aldığı qiymətlərdir. İndi bizə deyir ki, AC diaqonalının uzunluğunun kiçik qiymətini tap. Biz ona nə edirik? AC bərabərdir. 2 dəfə yazarıq AC bərabərdir. X-in yerinə bir dəfə -7 yazarıq, bir dəfə 3 yazarıq. Deməli yazarıq ki, 2 vurulsun -7-nin kvadratı çıxılsın -7 üstə gələk 3. Bu da bərabərdir. 2 vurulsun 49 üstə gələk 7 üstə gələk 3. Bizə verər ki, 98 plus 10 108. Bir qiymət 108. İndi digər qiyməti yoxlayaq. AC bərabərdir. X-in yerinə 3 yazarıq. 2 vurulsun 3-ün kvadratı çıxılsın 3 üstə gələk 3. Bizə verər 18. Deməli bizdən ən kiçik qiymət istədiyinə görə cavab olar 18. Keçək növbəti 53-cü suala. Diqqətlə oxuyaq. Sinifdəki şagirdlərin 20% riyaziyyat, 7-dəki hissəsi isə kimya dərnəyində iştirak edir. Bu iki dərnəkdəki şagirdlərin saylarının fərqi 3-ə bərabər olarsa sinifdə neçə şagird var? Çox asan sual uşaqlar. Sinifdəki şagirdləri x ilə işarə etsək, əgər 20% riyaziyyatsa, riyaziyyatımız olar 10-da 2x. 10-da 2x nə deməkdir? Kəsr formasında 5-də 1x. 7-dəki hissəsi kimyanı gedir. Bura yazaq riyaziyyat. Burası kimya yazaq ki, 7-də 2x də kimya gedir. Aralarındakı fərq isə uşaqlar 3-dür. Gəlin birdən kimsə başa düşmürsə, kəsrlərin müqayisəsini görə göstərək ki, 5-də 1 və 7-də 2 verirsə, bunların birinci nəyə gətirək? Ortaq məxrəcə. Ortaq məxrəc olar bunlara 35. Deməli biri bu bizim 5-də 1x-imiz elə bərabər olar 35-də 7x-ə. 7-də 2x-imiz isə bərabər olar 35-də 10-a. X-ə. Və aralarındakı fərqi dedik ki, 3-dür. Ona görə biz yazarıq ki, 35-də 10x çıxılsın 35-də 7x bərabərdir 3-ə. 35-də 3x 3-dür. 35-də 3x 3-ə bərabərdir. X isə bərabərdir 3 bölünsün 35-də 3. Böləndə kəsri tərsinə vurarıq. Və bizim cavabımız olur 35. Bizdən soruşur ki, sinifdə neçə şagird var? Bizə tapdıq ümumi x-i 35. Cavabımız oldu 35. Və 54-cü suala baxaq. 54-cü sualda deyir ki, A və B C ədədləri verilmişdir. B ədədi A ədədindən 2 vahid, C ədədindən isə 6 vahid böyükdür. Ədədlərdən ən kiçik, ən böyüyünün 4-də 3 hissəsi olarsa A plus B plus C cəmini tapın. Deməli uşaqlar, əgər B ədədi A ədədindən 2 vahid böyükdürsə, yazaq ki, B bərabərdir A üstə gələk 2. Və deyir C ədədindən isə 6 vahid böyükdür. Bu da bərabərdir C plus 6. Sonra deyir ki, ədədlərdən ən kiçik, ən böyüyünün 4-də 3 hissəsi olarsa. Yəni ki, 4-də 3 vur B bərabərdir C-yə. Burada biz hər tərəfi 4-ə vursaq, alarıq ki, 3B bərabərdir 4C-yə. Yəni B-miz olar 4K, C-miz isə olar 3K. İndi gətirib yerinə yazsaq, məsəl üçün B ilə B bərabərdir C plus 6 da yerinə yazsaq, B-nin yerinə yazıram 4K bərabərdir 3K plus 6. K-ya buradan alarıq 6. K-ya biz 6 aldıqsa, gətirib yerinə yazsaq 4 dəfə 6 bizə verər 24, 3 dəfə 6 bizə verər 28. İndi gəlin uşaqlar A-nın qiymətini tapaq. Gətirin də bu ifadəni bərabərləşdirək. Yazaq ki, A üstə gələk 2 bərabərdir B-nin qiyməti 24-də, A-ya alarıq 22. Bundan sonra bizdən cəmi istəyir. Yəni A plus B plus C cəmini istəyir. 22 üstə gələk 18 üstə gələk 24. 22 ilə 18-in cəmi edər 40, 40 plus 24 bizə verər 64. Sonra 55-ci sualda deyir ki, sonuncu sualımızda 55 perimetr 54 64 yan tərəfi 25 olan bərabər yanlış bucağın sayısını tapın. Əgər bərabər yanlış bucaqdırsa, yan tərəfləri 25 25 oturacağını x ilə ifadə etsək, 50 üstə gələk x bərabərdir 64, x bərabərdir 14-ə. Oturacağı taparıq 14. Bizdən isə sahəsini istəyir. Uşaqlar, biz digər bir neçə üsuldan istifadə edib yaza bilərik. İlk ağlıma nə gəldi? Əgər bu bərabər yanlış bucaqdırsa 25-25-dirsə, mən buradan hündürlük çəkərəm. Hündürlük də mənim bərabər yanlı olduğuna görə hərfdə median rolunda olar. Yəni 14 isə bölünər 7 7. Mən buradan hündürlüyü tapmaq üçün Faqor teoremindən istifadə edərəm. Yazaram ki, h bərabərdir. Kökün altında 625 çıxılsın 49. Bu da bizə verir kökün altında 576, kök altında 24 alarıq. Deməli hündürlüyümüz də oldu 24. Üçbucağın sahə düsturunu bilirik ki, 2-də 1 a h a-dır. Yəni 2-də 1 vurulsun tərəfimiz 14, hündürlüyümüz 24-sə, buradan x tərəf ararıq. 14 vurulsun 12 alarıq. O da bizə verər 168.